Salam hər kəsə. Bugün şirin yuxular aləminə baş vururuq. Xüsusilə də balla bağlı yuxulara. Maraqlıdır elə deyilmi? Gəlin görək yuxuda bal görmək nə deməkdir? Bal ilə bağlı yuxular əsasən müsbət mənalar daşıyır. Xoşbəxtlik, bərəkət və bolluq əlamətidir. Balın həyatımıza gətirdiyi sevinci və rahatlığı düşünün. Hər şeyin yolunda olduğunu və parlaq bir gələcəyin sizi gözlədiyini göstərir. İndi isə təfərrüatlara keçək. Əgər sadəcə yuxunuzda bal görsəniz, bu can sağlığının və yüksək əhval-ruhiyyənin əlamətidir. Uğur və həyəcanlı anlar sizi gözləyir. Xüsusən də şagirdlər üçün yaxşı qiymətlər və müəllimlərin təqdirini qazanmaq deməkdir. Hətta yeni dostluqlar və macəralar da qarşınıza çıxa bilər. Bankada bal görmək, bu müsbət enerjinin qazancıdır. Rifah, xoşbəxtlik və sevgini təmsil edir. Ətrafınız sevgi ilə doludur və dəyərli dəyişikliklər baş verəcək. Həyatınız daha canlı və məhsuldar olacaq. Və unutmayın, bu başqalarının dərin sevgisini və hörmətini ifadə edir. Yuxuda bal yemək, sağlamlığınızda, sevincinizdə və rifahınızda artıma hazır olun. Həyatınızdakı müsbət dəyişikliklərin aydın göstəricisidir. Həm maddi, həm də mənəvi zənginlik, eləcə də güclü ailə münasibətləri ilə dolu dinc bir həyat gözləyin. Kiminsə sizə bal verməsi, ətrafınızda dəstəkləyici və xoşniyyətli insanların olduğunu göstərir. Sizə inanırlar və sizə xoş xəbərlər və sürprizlər gətirməyə hazırdırlar. Bu, dostluq və əməkdaşlıq əlaqələrini gücləndirir. Birinə bal vermək, bu, başqalarına kömək etmək və dəstək olmaq istəyinizi əks etdirir. Xeyirxahlığınızı və həssaslığınızı göstərir. Dostlarınız və ailəniz tərəfindən qiymətləndiriləcək və dəyərləndiriləcəksiniz. Bu da qiymətli münasibətləri gücləndirəcək. Yuxuda bal almaq, bu, həyatda sevincli bir dövrü simvollaşdırır. Gözlənilməz xoş xəbərlər və yeni imkanlar sizi gözləyir. Xoşbəxtlik, rahatlıq və dinclik sizindir. Bal yalamaq əsas mövzu sadə zövqlərdir. Həyatdakı kiçik anları qiymətləndirin. Sevdiklərinizlə daha çox vaxt keçirin, hobbilərinizlə məşğul olun və gündəlik həyatınızda tarazlığı tapın. Bal arısı görmək, zəhmət və məhsuldarlıq öz bəhrəsini verir. Səyləriniz müsbət nəticələrə və yeni, uğurlu layihələrə gətirib çıxarır. Doğru yoldasınız. Bal toplamaq, bu səbir və uğuru təmsil edir. Məqsədlərinizə doğru irəliləyiş göz qabağındadır və həm maddi, həm də mənəvi bolluqdan zövq alacaqsınız. Ailə və dostlar üçün faydalı bir dövrdür. Yuxuda pətək görmək, sərvət, bolluq və məhsuldarlıq sizin tərəfinizdədir. Bu, həm işdə, həm də şəxsi həyatda firavanlıq və müsbət nəticələr dövrünə işarə edir. Pətək yemək, əməyinizin bəhrəsindən həzz alın. Bu, həm maddi, həm də mənəvi cəhətdən mükafatların toplanması vaxtını ifadə edir. Qarşıda sevinc və uğurlu hadisələr gözləyin. Bal satmaq, dəyərlərinizi və biliklərinizi başqaları ilə bölüşməklə bağlıdır. Uğur və firavanlıq sizinlədir, eləcə də daha güclü münasibətlər. Unutmayın ki, yuxular daxili dünyamızın əksidir. Bal ilə bağlı yuxular oyaq həyatımıza şirinlik, bolluq və sevinc mesajı gətirir. Bunu qəbul edin və daha parlaq bir gələcəyə doğru irəliləməyinizə icazə verin. İzlədiyiniz üçün təşəkkürlər. Yuxularınız haqqında daha çox məlumat əldə etmək üçün bəyənməyi və abunə olmağı unutmayın. Növbəti dəfə görüşənədək.